Qatar Araz boyu gedir. Sahillərə baxır. Yanımda balaca boy, diri gözlü bir nəfər oturub qəlyan çəkir. Hərdən bir soruşur. O veri ki deyirsiniz ha, o necə yer? Bu sualı verən tanınmış xanəndəmiz Alim Qasımovdur. Birlikdə Şərura gedirik. Oradan da doğma yerlərə, Vediyə gidəcəyik. O Vedidə oxuyacağı muğamın ahənginə o ellərin sevincini, kədərini qatmaq istəyir. Vedinin yanı dağlar, ürəyi canı dağlar. Burada bir el var idi, siz deyin hanı dayanlar. Bir zamanlar Vedi dağlarına, Vedi illərinə Fərman Kərimzadə ilə siz səfər eləmişsiniz. O səfər bəlkə də o vaxtlar sizin üçün o qədər qiymətli deyildi, amma bu gün Fərman sevənlər üçün, alimin özü üçün və o xalq üçün, o cəmaat üçün, Vedidə yaşayan cəmaat üçün bir tarixə dönən bir vaxt, bir zaman oldu. Yəni bir səfər oldu bu. O yerləri mən ömrümdə bir dəfə və bir də bəlkə o yerləri görməyəcəm. Yəni Azərbaycan torpağı, yəni çox gözəl, səfalı, görməli yerlər. Onu məsələn mən bir dəfə görmüşəm. Bu da səbəbkar, ruhu şad olmuş Fərman qardaşımız idi. Yəni onun elə özünün görkəmi, yəni o həmişə doğrudan da belə bir elə yeriyəndə də demək olar ki, elə o sənət baxımından, o mənəvi baxımından elə addımları da onun aradan baxanda elə o cürlə idi. Yəni ruhani gedirdi. Demək bu ad gününə getdik orada. Demək o yerləri ki biz gördük, oradakı cəmaatla o ki biz tanış olduq, Fərman müəllim bizi tanış elədi. O yəni video çəksəydi bəlkə o qədər maraqlı olmazdı. Nəinki insanın o bir yaddaşı var ki, o hər şey olduğu kimi ler kimi fırladanda, yəni o anlar çox şirin xatirələr kimi qalıb yatdır. Vediyə gedən yaddaşı ler kimi fırladanda birinci gözünün qabağına gələn ən parlaq kadr deyək, ən parlaq görüntü nə olar? Parlaq deyəndə ki, ora mənim üçün elə birinci dəfə getmişdim, mənim üçün elə o səfər hamısı parlaqdı, onları mən ayrı seçkini salmaram. Bir dəfə bir dəqiq belə şey, yadıma deyil, har idi, elə Vedi deyəsən, o bir körpü vardı, o da bir çay belə şey kimi düzəltmişlər, hündürdə idi. Elə bir ki, bir su yığılan kimi bir yer idi. Orada da bir butka fason düzəlmişlər, oradan hündürdən baxırdıq, dedi ki, burada bir dənə oba olub vaxtı ilə, nə bilim, indi yoxdur, rəhmətli Fərman müəllimin orada danışıqlarla. Yəni, hamısı əziz idi, yəni o yolları biz gələ-gələ Əbdül Mahmudov idi, Fərman müəllim idi. O gələ-gələ mən də sənətə təzə qədəm qoymuş bir adam. Onlar, yəni mənim oranın yanında çox kiçik və çox uşaq idim. Həm də mənim elə səfərlər heç demək olar ki, birinci, ikinci dəfə belə bir səfər çıxmışdım. Amma həm də ki, yanımdakılar da ki, nəhəng insanlar. Fərman müəllim olan yerdə o istiliyi kim geçsəydi ona o istiliyə isinəcəkdi. Çünki daha Fərman müəllim orada həm Azərbaycanda, həm də orada ümumiyyətlə çox böyük hörməti vardı. Ağsaqqal kimi, yəni onun qarşısına çıxırdılar, böyük hörmətlərlə. Elə biz hörmətin əlindən demək qaçdıq. Yəni o qədər hörmət elədilər ki, doğrudan tələsirdik, yəni tələsçi bir tez çıxdı, amma yaxşı tez çıxdı, yolda sonra qar tutdu bizi, gəldik belən ki, o
o düşmən deyirlər, nə bilim, oranın kəndlərin arasıyla gələ-gələ çox belə yadda qalmış bir yol idi. Biz gəldik maşınla. Alim müəllim, indi o yollara biz həsrət qalmışıq. Həmin o yolları ayaqlamadığına görə, o Vedinin yanındakı ellərə getmədiyinə görə Fərmanın ürəyi dözmədi. Fərman rəhmətliyin, demək, mən elə başa düşürəm ki, yəni, kim gücü nəyə çatır, ondan biraz az götürür ki, gücə düşməsin. Amma Fərman rəhmətlik mənə elə gəlir ki, heç o baxmamışdı onun o ağırlığa. O nəyi varsa elə götürdü, ona görə də onu hiss eləyən vaxtı bəlkə də onun ürəyi partladı. Yəni, o hələ çox, demək olar, çox cavan idi. Yəni, o ağır yükü götürülməsəydi, elə bəlkə də hindiyəcən o ağır yükün bir xeyli ağın həll eləyib getmiş olardı. Bedinin yanı dağlar, ürəyi canı dağlar, burada bir el var idi, siz deyin hanı dayanlar. Yorulmaram bu yollardan. Çünkü doğmalarımdı bu yollar. Babalarım, balalarım kimi. Çünkü benim memleketimizin ellerini aparandı bu yollar. Yollar beni yormaz. Ama yollarımızın özü yorulmuş. Çünkü çok ellerimiz bizim ayak izlerimizi öğrendiğinden ve bizim hasretimizi çekmeyden yorulup Vedinin yolları kimi. Qatarın özü də mənə doğmadı, səsi də. Məni məmləkətimin hər hansı bir güşəsinə aparan qatarın. Qatarların təkərlərinin səsi mənə nədənsə beşik, nehrə, dəmirçi zindanının səsini xatırladır. Və doğrudan da qatar təkərlərinin səsi bunların hamısına oxşuyur. Bu səs bir də ona görə doğmadı ki, bir zamanlar bu takka-tukda İrəvanımıza, Vedimizə gedərdim. Fərman Kərimzadəni mən bizim ilk mənəvi şəhidlərimizdən biri sayıram. Yəni torpaq dərdindən, vətənsizlik dərdindən onun ürəyi dözmədi. Mən də o cür qəbul edirəm, ona görə ki, Qarabağ hadisələri başlananda demək olar ki, mən Fərmanla çox tez-tez görüşürdüm. Və bizim ziyalılar içərisində, yazıçılar içərisində sinəsini qabağa verib, Qarabağ məsələsindən ürəklə məşğul olan insanlardan və ziyalılardan biri idi Fərman. Ona görə ki, o uşaqlıq illərindən, ilk gənclik illərindən qaçqınlığın nə olduğunu dərk eləmişdi. Və onun dünyaya gəldiyi evi, eşiyi, bölgəni, onun gözəlliklərini dərk etdiyi anda onu köçməyə məcbur eləmişdilər. Onlar Vedi kəndindən, Böyük Vedi kəndindən köçürmüşdülər Azərbaycanın Aran zonasına, Beyləqan ərazisinə. Və onun əsərlərində də, yaradıcılığında da bu özünü geniş əks elətdirirdi. Ondan sonra, yəni Fərman Kərimzadə ilk gənclik illərindən Azərbaycan ədəbiyyatının demək olar ki, yasaq olunmuş mövzularına əl atdı. Azərbaycan ədəbiyyatında o zaman yazılmayan tarixi mövzularda romanlar yazdı. Və xüsusilə Abbasqulu bəy Şadlinsk haqqında o dövrdə fundamental əsər yazmaq, yəni o dövrün ən cəsarətli yazıçılarına belə nəsib olmadı. Fərman bu addımı attı. Ondan sonra bir-birinin ardınca Azərbaycan tarixinin ən gərəkli, ən mühüm səhifələrini yazmağa başladı. Niyə görə yazdı? Çünki Fərmanın ürəyi bunu istəyirdi. Çünki Fərman xalqının üzləşdiyi faciələri gənclik illərdən, uşaqlıq illərdən çox gözəl görürdü, aydın görürdü. Düşmən kimdir? Düşmən hansı istiqamətlərdən bizə qarşı mübarizə aparır? Bunlar Fərmanın yaradıcılığında dərk olunmuş məsələ kimi qeyd olunurdu. 88-ci ildə Dağlıq Qarabağ hadisələri başlanma isə Fərman demək olar ki, bütün rayonlara gedirdi. Sonra
Moskvaya gedirdi. O zaman hələ Qərbi Azərbaycan ərazisindən Azərbaycanlılar qovulmamışdı, köçülməmişdi. Mən bir neçə dəfə Beyləqanda, İmişlidə, Bakıda Fərmanın ürək yanğısı ilə elədiyi çıxışların şahidi olmuşam. Beyləqanda xüsusilə bir dəstə adamla gəlmişdilər və mən o zaman Beyləqanda Qərbi Azərbaycandan qatarla gələn qaçqınların qəbul edilməsi, yerləşdirilməsi məsələləri ilə məşğul oldum. Təəssüflər olsun ki, o zaman Moskvadan bu məsələlərin necə idarə olunduğunu hamı dərk eləmirdi. Ancaq Fərman çox gözəl dərk edirdi, mənə də məsləhətlər verirdi. O dövrdə belə bir məsələ qoymuşdular ki, o qaçqınlar heç yerə yerləşdirilməsin. O tərəfdən onların qovulmasının qarşısı alınmırdı. Bu tərəfdə Bakıya gəlmək olmaz, Gəncəyə getmək olmaz, Qarabağa getmək olmaz və bu qaçqınlar nə etməliydilər? Ayaqyalın, başaçıq gələn qaçqınların önünə çıxan adamlardan biri Fərman Kərimzadə idi. O yazışı kimi, ziyalı kimi, xalq adamı kimi həmin qaçqınların qarşılayırdı, onların önündə çıxış eləyirdi, məsələlərə aydınlıq gətirirdi. O əsəb gərginliyini aşağı salırdı və bu məsələyə ayıq münasibət bəsləməyi tövsiyə edirdi. Və bütün o ilk cəbhələrdə, önlərdə mən həmişə Fərmanı görmüşəm və Fərman dediyiniz kimi, bir ziyalı kimi, yazışı kimi özünü fəda elədi. Bu burulğanın içərisində özünü qurban verdi. Və mən də qeyd eləmək istəyirəm ki, Azərbaycanın ilk şəhid ziyalısı, yazışı ziyalısı Fərman Kərimzadə oldu. Səfərlər ömrümü təzələyir. Çünki hər səfərimdə mənim dilimdə danışan onlarla insandan ünsiyyətdə oluram. Neçə ata ocağını, əkib becərilən torpaqları görürəm. Və hər səfərimdə Azərbaycanımın təzə bir üzünü görür, olduğundan böyük olduğunu görürəm. Hər addımında, hər qarışında verimi axtarıram və tapıram da. Mənim dilimdə danışılan hər eli vedi sayıram. Nə qədər torpaqlarımız parçalandı. Elə bilirəm parçalanan torpaqlarımız deyil, mənim içim, qəlbimdir. Pərəm-pərən olan xalqım deyil, mənim qanımın damla-damla, zərrə-zərrə dağılmasıdır. Doğrudanmı, biz dədə-baba yurtlarını əbədilik itirəcəyik. Onlar etdi, mən etdim, biz etdik, fərqi yoxdur. Onları düşmən ayaqlasa, sayın ki, mənim qəbrim də murdar düşmən ayaqları altındadır. Yox, yox, belə olsa, deyin, Fərman çoxdan ölür. Təpərin, inamın, gücün olsun, Fərman. İdeologiyasını görmüş kütlə Fərman Kərimzadənin yazdığı tarixi romanların və faciələrin nə dərəcədə əhəmiyyətli olduğunu bəlkə də onda dərk eləmirdilər. Ancaq son hadisələr göstərdi ki, Fərman haqlıydı. Fərman Kərimzadənin yazdığı əsərlər, xüsusilə Vedinin Yanı Dağlar əsərində ürək yanğısı ilə dediyi sözlər bugün hamını ürəyini riqqətə gətirir. O şeyləri ancaq o faciələri görən adamlar yaza bilərdi və o cümlədən Fərman yaza bilərdi. Ona görə də Fərman Kərimzadə yaradıcılığı Azərbaycan ədəbiyyatının, xüsusilə 20-ci yüzilliyin 60-90-cı illər mərhələsində xüsusi yer tutur. Mənə elə gəlir ki, Fərman Kərimzadənin yaradıcılığının bu məhsuldar dövrünü, onun mövzularını, onun yaratdığı obrazları, o obrazların oxuculara və xalqa təlqin elədiyi fikirləri təhlil edən yeni tədqiqatlar meydana gələcək, monoqrafiyalar meydana gələcək. Hələ bugün demək olar ki, Fərman Kərimzadənin yaradıcılığını əhatə edən, təhlil edən fundamental əsərlər demək olar ki, yoxdur. Ancaq sevinirəm ki, son dövrlərdə Fərman Kərimzadə yaradıcılığına diqqət artıb, xalqın keçdiyi tarixi yol, xalqın üzləşdiyi faciələr mütləq gənc oxuculara, gənc vətəndaşlara çatdırılmalıdır. Bunları isə Fərman Kərimzadə yazıb və bütün bunlar hamısı Fərmanın yaradıcılığında demək olar ki, bu və ya digər şəkildə öz əksini tapmışdır. Dədəm Qorqud bu dərələrdən keçibdi. Buz bulaqdan, gür bulaqdan içibdi. Dədəm Qorqud bu dərələrdən keçibdi. Buz bulaqdan, gür bulaqdan içibdi.
bu qayanı tambur kimi seçibdi. O daşlarda mahnısını çalıbdı. Qorqud gedir, tambur burada qalıbdı. Xəzanəsi daşdandı bu tamburun, əzəməti başdandı bu tamburun, səsi qızıl quşdandı bu tamburun. O, Qazan xan nərəsidir, daşlaşıb, əbədiyyət körpəsidir, daşlaşıb. Lal qayalar, kar qayalar baş-başa, dünya qopsa, söz dəyərmi daş-daşa? Tambur qalxır, sükunətlə savaşa, qayalarda qorqud qəlbi dil açır, əsrlərdən əsrlərə yol açır. Oğuz elin, söz söhbətin şirinmiş, gördüyün iş əbədiymiş, dərinmiş. Bu qayalar qorqud nəğmələriymiş, pərdəsi daş, qundağı daş, simi daş, bu tamburu çalan lazım, a qardaş. ...1950-ci ilin sentyabr ayının axırında bizi Vedidən köçürdülər. Maşınlar gətirdilər, bizim veşlərimizi yığıb gətirdilər Dəvəliyə, yük vaqonlarına yığdılar. Onda mənim var idi 17 yaşım, Fərmanım var idi 13 yaş. Fərman məndən deməli 5 yaş balacadır, aramızda 5 yaş fərqi var. Orada gəldik Daşburuna. Daşburuna ki gələndən sonra bizi oktyabr ayının deməli 21-i idi. Deməli bizi yağışlı zadda havada bizi apardılar, köçürdülər, apardılar Şahsevənə. İkinci Şahsevənə. Onda Rıjdanov idi da. Beyləqan rayonunun Şahsevən kəndinə gəldik. Gələndən sonra da mən oxumurdum, ancaq Fərman Daşburuna məktəbə gedirdi. Fərmanın uşaqlığı çox gözəl olub. Fərman elə idi ki, misal üçün, atam deyərdi, o bütün o keçmişdən ermənilər nə məsələlər gətirib bizim başımıza, nələr gətirdən söhbət eləyərdi, Fərman onların hamısını yazardı. Yazardı özü, bax, hətta onu biz gətirdi Daşburuna, Daşburunda da atam sağlam idi. Biz gələndən sonra atamı kolxoz sədri partkom qoydular. Mənim özümdə Komsomolda həm şoför işləyirdim, həm də ki Komsomolda Komsomol katib işləyirdim, elə Şahsevəndə. Fərmandakı Daşburunda oxuyurdu. Oxuyandan sonra məktəbi qutardı. Gəldi bura Bakıya, Bakıda rəssamlıq zadına qəbul oldu, orada oxudu. Fərmanındakı, sonradakı bu başladı bu yazılarla da atam ki deyirəm ki yazıb vermişdi bizim bu keçmişimiz haqqında Fərman başladı, qaldırdı bütün məsələləri yazmağa. Bu qatarlar canı cana yaxınlaşdırdığı qədər də canı canından ayırmağı bacarır. Bir də bu qatarlar bir vaxt bizim düşmənimiz olub. Məni, bizim ellərimizi ayırıb Sibirə, sürgünə aparıb. Yollar, yollar. Sizin uzaq yaxınlığınızdan, eniş yoxuşunuzdan qorxmadım. Amma qorxduğum başımıza gəldi. Öz ellərimizin yolları üzümüzə bağlandı. Vediyə gedən yolların. Vedinin yanındakı neçə dağlarımıza həsrət qaldıq. Vediyə həsrət qaldıq. Mərkəzi Dövlət Arxivindən sonra Yevlaq arxiv yeganə arxivdir ki, deportasiyaya aid son dərəcə qiymətli materiallar, indiyə qədər tədqiq olunmamış, indiyə qədər işi ucu görməmiş, indiyə qədər yazılmamış və yaxud az yazılmış son dərəcə qiymətli materiallar saxlanılır. Və sənədlərlə işləyərkən Fərman Kərimzadə haqqında materiallar
bir arxiv işçisi kimi də, bir insan kimi də, bir Azərbaycanlı kimi də məni qəhərləndirdi. Həm də sevindirdi ki, nə yaxşı ki, bu böyük insan haqqında, bu böyük vətənpərvər, böyük hərflərlə Azərbaycanlı haqqında nə yaxşı ki, heç olmasa arxivimizdə müəyyən materiallar var. Bax, bu gördüyünüz fondda 48-53-cü illər deportasiyaya aid son dərəcə maraqlı materiallar saxlanılır. Vedidən köçürülənlər içərisində Fərman Kərimzadə haqqında, onun ailə üzvləri haqqında olan materiallar xüsusilə bugün mühüm əhəmiyyət kəsb edir. Bax, burada göstərilir, deməli, 26-cı siyahıda köçkünlərinin siyasi və onların təsərrüfat quruluşu haqqında qısa məlumatda eşalon siyahılarında İsmail kişinin ailəsində Qəmər xanım, həyat yoldaşı, oğlu Telman, Fərman, Rəşid haqqında müfəssəl məlumat verilir və onların Yevlax rayonuna gəlməsi haqqında materiallar var. 48-53-cü illər deportasiyası dövründə Fərman Kərimzadənin 12 yaşı var idi. 12 yaş ömrün elə çağıdır ki, gördükləri onun qan yaddaşına, onun deməli, gələcək həyatında dərin izlər borçluyur. Fərman Kərimzadə Yevlax rayonuna köçürülən vaxtı o artıq həyatı dərk eləyirdi. Düzdür, bu köçürülmənin sirlərin, mənbəyin haradan başlamasını bilməsə də hər halda bu ağrıları içində çəkirdi. Ailəsində, məişətində, uzun müddət yol gəlməsində, cəmaatın başına gələn müsibətləri gözü ilə görürdü, ağlı artıq dərk eləyirdi. Bax, bu mənada burada olan materiallardan görsənir ki, deməli, onların ev quruluşu haqqında, təsərrüfat həyatı haqqında olan materiallarda heç bir ev əşyası gətirməmiş, heç bir belə, necə deyərlər, evin tərgidib, eşiyin tərgidib, atası, ailəsi ilə bərabər Yevlax rayonuna gəlmişdir. Bu köşkü biletləri haqqında danışdığımız yüzlərlə, minlərlə köşkü biletindən bir neçəsidir. O cümlədən burada da mərhum ədibimiz, böyük yazarımız, böyük Azərbaycanlımız Fərman Kərimzadənin 12 yaşında onun adına verilmiş köşkü biletidir. Və bu köşkü biletində onun Yevlax rayonuna gəlməsi, sonradan isə, bax, burada görürsünüz mü? Burada yazılır Jdanovski rayon. Deməli, Yevlax rayonuna gələndən bir qədər sonra Malminəsinin kəndində yerləşirlər. Sonra ailəlikcə burada da rahat yaşaya bilmirlər və məcbur olub Beyləqan, indiki Beyləqan rayonuna, Jdanov rayonuna gedirlər. 12 yaşında bu ağrıları görmüş, uşaq yaddaşında o ağrılar qalmış bir insan qarlı aşırımı yaza bilərdi, Çaldıran döyüşünü yaza bilərdi, Təbriz namusunu yaza bilərdi, Vedinin yanı dağlar kimi böyük publistik əsərin yaza bilərdi. İnsan nə qədər özünü didər, məhv edər. Özünə yazığın yazsın Fərman. Zaman çox haqsızlıqların şahidi olub. Çox vaxtda haqq öz yerini alıb, amma neçə qəlblər, neçə ürəklər o haqsızlıqlara tab gətirə bilməyib. Sonra o ürəkləri qaytarmaq mümkün olmayıb. Özünü qoru Fərman. Yaşamaq üçün yox, düşmənə qalib gəlmək üçün özünü qorumalısan ki, bir iş görə biləsən. Sən xalqına lazımsan, heç nə eləməsən də, yazmaq, yanmaq üçün lazımsan. İçəri şəhər məndən ötürü olmadı. Mən hər içəri şəhərə gələndə atam, istər-istəməz atam yadıma düşür. Onunla bağlı olan xatirələr yadıma düşür. Mənim atama baxanda deyərdim ki, belə çox belə ağır, çox belə ciddi bir insan kimi. Amma ki, o qədər sadə, o qədər təbii, uşaq kimi. Mən gəzdirərdi içəri şəhərdə, göstərərdi bütün içəri şəhərin bütün qalalarını. Hələ uşaq idim, 12-13 yaşım var idi. Hətta mənlə qaş tutdu da oynayırdı orada. Bunlar yadıma düşəndə çox kövrəlirəm. Mənim atam senari müəllifi olmağından başqa, yazıçı olmağından əlavə, həm də çox gözəl rəssam olub. Onun dostları bilirdilər onun rəssamlığını. Mənim atam Əzim Əzimzadə adına rəssamlıq texnikumunu bitirib. Və çox gözəl rəsm əsərləri var onun. Düzdür, bizdə hal-hazırda heç nə qalmayıb, çox az cüzi bir
Gözü çəkdiyi bu rəsmləri qalıb, balaca rəsmləri qalıb. 1988-ci il hadisələrində Fərman Kərimzadənin ürəyin dayanmasını mən bir təbii hal kimi qəbul edirəm. Ona görə ki, hələ 12 yaşındaykən o köçkünlük həyatı yaşamışdı. Və bu 1940 ildən sonra keçən müddət ərzində bu yenidən bunların baş qaldırması ona sözsüz ki, elə də təsir bağışlayacaqdır. Mən atamı 2 qat sevirəm və mən ondan fəxr edirəm. Ona görə ki, mən onun övladıyam və ona görə ki, onu xalq sevir. Bir də mən ona görə atama doğma edim ki, atam mənə öz anasının adını vermişdi və o anasının qoxusunu məndə axtarırdı. Ürəyim dağları istəyir. Heç vaxt indiki kimi dağlar üçün darıxmamışam. Özdə nəyə görəsə, Kəlbəcər dağlarını istəyirəm. Dağ müqəddəsliyi özü mənə çəkib aparır ki, ölüm qabağı mənə də dağların müqəddəs köynəyindən keçirdi, durulsun. Dağların köynəyindən keçən hər oğul saf olur. Köynəyinə də qurban olum, qarına buzuna da o dağların. Mən Kəlbəcər dağlarına qonaq gedirəm. Yaz ağacıydı, təxminən mart ayları idi. Bana dedilər ki, səni bir nəfər yazışı axtarır. Dedim, adını bilmişdiniz. Fərmanı hamı tanıyırdı, saçından da televizyon zaten. Deyirlər, valla adı yadımızdan çıxıb. Amma belə qalın dalğalı saçları, belə qalın boğuları, dedim Fərmandır, dedilər Fərman. Burası Fərmanı axtardım, tapdım. Öpüşdük, görüşdük. Dedim, qardaş, xeyir ola bəs. Bu vaxtı Kəlbəcərin qonaq vaxtı deyil, yəni qış vaxtı. Dedi ki, qardaş, dağlar yadıma düşmüşdü, gəldim dağlara bu vaxtda baxam dedim. Getdi evə, ailəvi dostluğumuz, yoldaşlığımız vardı. Söhbət, oturduq da, ailə, uşaq, öz hərəsi bir tərəfdə yatdı, biz söhbətdən doymurduq. 3-4 gün qaldıq, bir gün bana dedi ki, nə bir xahiş edəcəm. Dedi ki, hələ orasını deyim ki, Rəstan müəllim, dedi, dağlara baxmaq istəyirəm. Dedim, dağ vaxtı, qardı, tar 4 metr, 5 metr, dedi, nətər olsa da, qonşumuz vardı, Adil adlı, Oğaz taksilərdə işləyir. Adili çağırdım, dedim, Adil, maşını sazda, qonağımız var, dağlara baxmaq. Dedi, Aşıqət müəllim, dağ vaxtıdır, valla Oğaz vaxtı gedəsi deyil. Dedim, indi hara kimi gedər, ora kimi gedərik də. Qonaq da görər ki, dostumuz da görər ki, dayalı buradan elə mümkün deyil. Getdik, üstü suyun üstündə taxta düz deyilən yer var. Ora çatmamış, Oğaz maşının qabağı belə dirəndi qara. Da keçmək mümkün deyildi. Dedim, sırxanı elə burada açın. Bir 10-15 dəqiqə biraz çörək sat yemişdi. Fərman dedi, Aki, bizi qırdın. Külək bizi qırdı, soğuk bizi qırdı. Qaça, dedim, zarafat dedim, qardaş, biz səni qırmadıq, sən bizi qırırsan. Biz bilirdik bura hara gəlirik. Amma da sənin sözündən çıxmadıq. Burası qayıtdıq, aşağıda üstə çörək sat yedik. Gəldi rayona gələn dedi ki, bir xahiş edeyim, dedim, elə, nə deyirsən? Dedi, bu gecə mehmanxanada qalır. Dedim, Fərman, bütün Kəlbəcər bilir biz dostu, hamı bizi bir yerdə görür, ailəvi dostu, qardaş filan, deyən 3-4 gündə evdə qalırıq. Birdən-birə bu cəmaat demirik ki, nətər oldu ki, bu 3-4 gün evdə qalır, birdən-birə Sürəyətin qonağı gəldi, mehmanxanada qaldı. Dedi, sənat verirəm bu çörəyə, bu qurana, nabroskalarımız adım var, belə işləyəcəm. Dedim, evdə işlə də, qardaş. Heç kimsə, bax, ailənin uşağı çıxardım, atam evdə, böyrümüzdə olur, ora. Sən tək qal bu evdə. Dedi, yox, gərək bu gecə mehmanxanada qalır. Burası Rəstan müəllim məni yola gətirdi. İçim dolu olayım. Yazamadım bu gece içimi göynədənləri. Sücaətdən ayrıldım ki, o müqəddəs dağlara son ziyarətimi, son şərqi kimi ağıraqlara köçürdüm. Hiss edəndə ki, biz yaşadığımız indiki dərdlər o dağlardan ağırdı.
Və bu dərdlər ağ vərəqlərə də sığmaz, qələmim aciz oldu əlimdə. Sözlərim düyünləndi dilimdə. Heç olmasa Vedinin yanındakı dağların rəsmini ağ vərəqlərə çəkmək istədim. Sahilə son ziyarət edənlərdəki. Suyu qurumuş dəryaya döndüm birdən-birə. O sahil mənim ola, mənim olmadığımdan. Kibritlər sigaretlərimi yandırdı gecə. Neçə verilərin dərdi də ürəyimdə. Bu qədər dərdə dözmək üçün gərək insanın ürəyi ya dəmirdən olsun, ya da daşdan. Daha söz də insanlara təsir etmir. Sözü də saqqız kimi çeynəyirlər deyə o da daha hədəfinə çatmır. Cəmaatı veşiklərindən çıxarıb çöllərə töküblər. Bizimkilər də hələ Moskvanın nazı ilə oynayır. Əmirlərinə əməl eləyirlər. Yanan, özünü oda közə vuran adamları da provokator adlandırırlar. Allah! Ay Allah, sən özün bu xalqı sabahki faciələrdən qoru. Allah, sən özün qoru. Səhər saat 7 idi. Durdum, getdim mehmanxanaya ki, bunu tez götürüm, aparım çaydan çörəkdən bir nahar zadəni. Getdim, dedilər ki, qapını döydüm, qapı bağlı. Düşdüm aşağı, dedim, bəlkə bərk yatıb. Növbətçini çağırdım, qapını aç. Dedi, vallah, qonaq çıxdı, getdi. Ha, bax, getdi, deyir, səhər saat 6-da getdi. Bizdə də, deməli, Kəlbəcər Tərsər avtobusu 6-da gedir. Düz gəldim, deməli, bu avtobusların dayanacağı olan yerə. Avtobus dedilər, şoxdan gedir. 30-40 kilometrdə sürdük dalıca maşını çatmaq istəyir. Qayət də, öz-özümə deyinirəm, eləyirəm, incirəm, küsürəm. Yaxşı, gedirsən, indi bu gecə məndən icazə aldım mehmanxanaya, yaxşı. Bir xudafisləşmək lazım deyəndə. Səhər, deməli, günorta saat 2-də xəbər gəldik, Fərman Tərsər rayonunda Bəyəm Çarov kəndi var. Orada Ermənistan qaçqınları ilə görüşdə beyninə qan sızıb rəhmətə gedir. Bəlkə də bu mənim dağlara son səfərimdir. Elə olmasa nə idi məni çəkib Kəlbəcər dağlarına gətirən? Vedinin dağlarına əlim çatmadığından o dağların halallığını Kəlbəcər dağlarından aldım. Elə bildim anamı ziyarət elədim. Atamın əlindən öpdüm. O dağların bəyaz ağlığında ağsaqqallarımızın üzünün nurunu gördüm. Hey, bu yolların həsrəti, miskili mənim içimdən ölənə kimi çıxmaz. Bu yollar məni Vedimdən ayırdı. Bizim ola bizim olmayan ellərimizdə doğulmayan körpələrimizin ingəsi, bəstələnməyən şərqlərimizin avazı, yırğalanmayan beşiklərimizin, çalınmayan toylarımızın səsidir bugün məni məndən alan. Bellənməyən torpaqlarımızın şırımı mənim ürəyimdə açılır. Düşmən atı mənim vuraqlarımdan su içir. O sularsızsa mənim bağrım çat-çat olur. Vaxtsız sozaldı Vedinin yanındakı dağlar. Vaxtsız qocaldı Vedinin cavanları. Hanı qəbirlərin sarı dolama, onlar ki əbədi yatmalıydılar. İgid yurdumuzda minib atlara, iqlimdən iqlimə çatmalıydılar. Şahpəri nənəmin atlı başdaşı, babamız Kərimin çatlı başdaşı, Suçu Məhəmmədin sarlı başdaşı, buradan ayaq tutub haraya getdi? Bu daş ünvanında daşlı az idi, gözdən bura axan yaşlı az idi, bəyəm görülməyən iş mi az idi, daşlar bostan kimi uraya getdi.
Qərib quşlar. Yox, yox. Qərib siz deyilsiniz. Mənəm qərib. Qərib mənəm. Ey, azad quşlar. Bedinin yanı dağlardan keçər olsaz, deyin ki, Fərman Kərimzadə sizsiz hələ yaşayır. 17 mart 1989-cu ildə Fərman Kərimzadə bizim bu Bəyimsarov kəndində, hansı ki bütün hamımız yığışıb bura gəlmişik, burada o dünyasını dəyişdi. Onun dünyasını dəyişən dövrü bütün deməli həmin günüsü bu izdiham o qədər idi ki, demək iynə atsaydın yerə düşməzdi. Mən həmin günü xatırlayıram. Demək olar ki, bütün xalq ayağa qalxmışdı. Sanki heç kim öz balasını və yaxud da öz bir əzini itirdiyi qədər əziz bilmirdi, amma ki, Fərmanı o qədər sevirdilər. Təxminən saat 10-11 arasının ərəfəsində idi. Həyətdə idi. Bir də gördüm ki, uşaqlar Fərman Kərimzadəni gətirdilər. Fərman Kərimzadə çox ağır pis vəziyyətdə idi. Qan təzyiqi onun beyin nəhayəsində vurmuşdu, paralıq vəziyyətdə idi. Nicat verə bilmədik. Gecə saat 11-12 arasında Fərman Kərimzadə dünyasını dəyişdi. Bu dünyasını dəyişdirmək mənim evimdə dəyişdi. Ancaq Bəyimsarov kəndinin cəmaatından mən elə bir vəziyyət yaranmışdı ki, bu həyatda bəlkə də minlərlə insanlar var idi. Yaşlı qadınların, cavan qadınların ağlaşmasından, bayatı deməsindən mən hesab edərdim ki, bu insan nə qədər xoşbəxt insandirsə, bunun el obası bu qədər bunu ağlayır. Fərman Kərimzadənin axırıncı aşırım əsərində Abbasqulu bəyə cəmaat necə hörmət edirdisə və o rəhmətə gedəndən sonra cəmaat onu hansı urvatla dəfn etdisə, Fərmanın özü də xalq tərəfindən elə hörmətlə qarşılandı və qaçqınların arasında da canını tapşırandan sonra hər kəs onu öz doğmasını itirdiyi kimi qəbul etdi. Abbasqulu bəy də, Fərman Kərimzadə də Rus siyasətinin qurbanı oldular. Abbasqulu bəy güllə yarasından öldü. Fərman isə xalqın başına gələn müsibətlərə ürəyi tab gətirmədi. İlk şəhidlərimizdən oldu. Abbasqulu bəy, uşağın adını sən qoyarsan.
Kərbəlayı, cəmaat Abbasqulu bəyin meyidin vermir. Nə deyib vermir? Deyir, özümüz dəfn edəcəyik. Elə bu qalmışdı ki, bəyi rəiyyət dəfn eləsin. Özüylə 5-6 nəfər silahlı adam götür, meyidi bura gətir. Kimi aparım Kərbəlayı? Yani kimi? Cəmaat dağılıb Kərbəlayı. Tək qalmışım. Hamı Abbasqulu bəyin dəfnindədir.